Özü mənə dedi. Adı Bəli, Sərxan. bəli. PO-dur. Prosto başı qarışıq hələ proyektə girişməyib. Konfigurasiyaları verdi, yerdə qalan o göstərdiyim kodları Bənövşə ilə həll eləmişik. Aktiv uşaqdır Sərxan. Bəli, mən öz üstümdə işləyirəm. Hə, indidən ikinci kurssuzda siz. Bəli. İkinci kursdan başlayıb, çox super yerdə. Düşün ki, yəni il hesabına alınır da, mən universiteti qutarandan 4 il sonra olduğum yerdə o ikinci kursadır. Qəşəng bir frekansiya halı, prosto pis vaxtda düşüb də elə mənim kimi. Hansı proqramlaşdırma dili üzrə işləyir ki? Java. Hı. Java üzrə işləyirik. Bu əslində ağır proyektdir. Bu Trendyol Lalofo bənzəri bir dənə şey yığacaq. Figma da var. Bizdə dəqiqə görüm burada link qalır. Figma. Bendis proyekti budur. Açılsın. Əməlli başlı Android, iOS, Front, QA, bir də backend komandası qurulur. Bir də ki, siz LinkedIn-lə maraqlanırsınız. Öz səhifəmdən yox, amma belə uşaqların zadın səhifəsindən hə. Sizə video atacağım. Leyla Xan Əhməd adında bir dənə qızdır. Onun direktivlərinə əsasən bir dənə başqa LinkedIn-ə aid video var. LinkedIn-ə aid videolara atacağım. Tək-tək onlara əsasən hamısına baxın. Profilinizi ona əsasən dizayn edin. LinkedIn-də yoxsuzsa deməli belə də yoxsuz. Məndə ekranımız quruyub. Hə? Ekranımız məndə quruyub. Yox, ekrana dəymirəm. WhatsApp-da yazıram. Bircə dəqiqə indidir. Hərəkətə gəldi ekran. Bax, təqribi belə şeylər var. Bax, mobil tərəfidir. Məsəl üçün, bu kompüterə aid hissəsidir. Yəni, front hissəsidir, web-sayt hissəsi. Bax, belə şeylər olacaq. Ekranlar. Əməlli başlı. Sonra nələr var? Burada nə var? Belə şeylər. Ha, bu. Mənim sizə task kim verib, yoxsa özü deyə hızlı? Yox, bunda task kimi gəlib. Bu əvvəlcədən bunu nizamlayıblar. Bu Figma-nı formalaşdırıblar, alınmayıb. Bir dəfə girişilib bu layihəyə. İndi biz girişmişik. Alınsa inşallah bənzəri başqa startapları da özümüz handle edəcək. Bəlkə siz də fəaliyyət göstərərsiniz. Yəni belə hissələr var. Təkcə security-si var. Təkcə security-yə aid proyekti əlavə bir yerdə də yığmışdım.
GVT example security add. Bu qədər şeylər var. Təsəvvür edin, 2 dənə metod sənin. Security'nin 2 dənə metodu. Burada tutduğu yerə bax. Bunun üstündə nə qədər işləm? Konfigurasiyası. Hə, deməli belə. Asif, səndə alınmadı. Mənim kodu dəyişirəm, bir dəqiqə. Hə, işin də o. Rekordumuz gedirmi? Gedir. Rekordumuz gedir. Deməli belə. Alınmağını alındı. İstəyirsə elə dərsi danışın, ondan sonra baxar. JDBC haqqında yəqin ki, heç bir, yəni az-çox məlumatınız var da, JDBC nə iş görür, result setidir, prepaid statementidir, nə bilim, connection'dır. Bilirsiniz də bunu. Connection vasitəsilə database ilə əlaqə qurulur. Prepaid statement-la şeydir, elə bir qutudur, göndərdin database-ə. Result set də onun için dolduran məlumatlardır. İçin doldurursan result setlə gəlir, result setlə də gedir. İndi bunlar əvvəl bu işləri database-də əllə görürdük. Sonra düşünülüb JDBC vasitəsilə backend proyektinin daxilində database üzərində filtrasiyalar vermək üçün JDBC-nin klasslarını, konfigurasiyalarını belə hazırlanıb, belə deyim, iş mühitləri, bu texnologiya ortaya qoyulub. Daha sonra fikir verirsiniz, hər backend dili aşağı-yuxarı eyni işi görür. Mən sizə demişdim, hər backend dilində if var, for var, while var. Yəni, biraz da şey fərqlidir. Məsələn, hər backend dilində random klası var. Hər backend dilində exception var. Hər backend dilində ekrana nəyəsə konsola həm çapa verirsən, həm nə bilim API yazırsan. Baxırlar, görürlər ki, bu result set müəllim də sizə danışdı. Çox uzun-uzadı haqq hesabdır. Düzdürmü? Deməli, bu uzun-uzadı haqq hesabdır və belə türkün məsələ rutin əmrlərlə də, yəni standart uzun kodlardır, amma standart kodlardır. Bunu hər dəfə yazmaq maliyyətlidir, hər dəfə connection qurmaq maliyyətlidir. Bu qədər şey bir metoda bir klasın bütün filtrlərini gərək əlinə set eləyəsən. Necə gələcək bir-bir əlinə idarə eləyəsən. Böyük vaxt itkisidir. Bunun öhdəsindən gəlmək üçün ümumiyyətcə backend dilləri üzərinə bu standart əməliyyatları təmsilən bir dənə spesifikasiyalar toplusu verilir. Adı da Object Relational Mapping. Yəni, bu əməliyyatların toplam hamısına deyilir. Bu spesifikasiyalar toplusudur. ORM-in Java üzrə olan spesifikasiyası da JPA-dır. Yəni, JPA bir protokollar toplusudur. Ki, sən gedib bu standart əməliyyatları necə, hansı kodlarla, hardan neynəyəsən. Və bunu, bu spesifikasiyanın, bu protokolu da Hibernate texnologiyası, Eclipse idi, biri Hibernate idi, o birisi yadımdan çıxdı. Bəzi texnologiyalar, məsəl üçün biz Hibernate-dən istifadə edirik. Bəzi texnologiyaları tətbiq edib database ilə əlaqə qururuq. Yəni, bu qədər. Və artıq siz gəlib, məsəl üçün, indi bir dənə örnək proyekt mi başladım, yoxsa neyini? Burada nəyimiz var köhnələrdən? Qoy girim elə öz kitabıma köhnə proyektini göstərim. Portfolio məsələsi. Girək portfoliomuza. Ekranı görürsünüzmü rahat? Bəli. Deməli. Elə Ramil, sənlə belə deyim, sinxron gedək.
Burada mən mikroservis arxitekturası monolith proyekti, mikroservis deyil, amma mikroservis arxitekturası necə deyim, şey olub, tətbiq olunub da paketlər. Məsəl üçün article məqalə modulunu yazmaq üçün məqalənin içində hər şeyi ayırmışam. Controller, DTO, entity, exception, mapper, repository, service. Məsəl üçün article bağlayıram, növbəti o birisi modulu, tutaq ki, connection modulu. Connection mənimlə əlaqə moduludur, yəni qarışdırmayın. Tutaq ki, atıram, project, layihələrin modulu. Eyni şeylərdən ibarət, görürsünüz. Bunun da özünün kontrolleri, DTO'su, entity'si, exception'ı, mapper'ı, repository'si, servisi var. İndi gəlin, burada sizə göstərim JPA-nın qaymaq hissəsini. JPA burada sizin proyekt yazanda canınızı qutaran hissədir. O uzun-uzadı kodlardan canınızı qutaran hissədir. Bax, mənim beləcə, hanı entitim? Burada. Article entitim var bir dənə, düzdür? İstifadəçi gələcək, article-nın mətnini yazacaq. İndi burada article name yoxdur. Niyə yoxdur bilmirəm. Article yazacaq. Bax, bu filtdə tutacaq, düzdür? ID-si avtomatik generasiya olunacaq. Nə deyim? Objectin sətirdə var article name. Hə, deyirəm axı. Article name-in qoyacaq, article-ın yazacaq. Avtomatik olaraq orada front article-ın yazılma tarixini set eləyəcək. Statusuna default olaraq aktiv veriləcək. Article-la şəkil qoyacaq, şəkil gedib başqa bir servisə oturacaq, həmin servisi URL şəklində mən tutacağam. Və hansı user tərəfindən qoyulduğu front mənə göstərəcək. Bu ID-sini verəcək mənə ki, bu userin, məsəl üçün 5 ID-li userin birinci məqaləsi. Bunlardır, düzdür. Mən bunu handle eləmək üçün üzərində servis yazmalıyam. Düzdürmü? Bir dənə repository qururam. Bax, repository. JPA burada dadınıza çatır. Bax, bir dənə article repository adında interfeys qurursunuz. JPA repository'dən extend eləyirsiniz. Bilirsiniz də 2 dənə interfeys bir-birini extend eləyir. Alo, burada olan var. Bəli, mən. Hə. Bəli, mən də. 2 dənə şeydir. 2 dənə interfeys bir-birini extend eləyir. 2 class bir-birini extend eləyir. Class interfeysi implement eləyir. 2 interfeys bir-birini yenə extend eləyir. Yəni, qısa yadınızda saxlaya bilərsiniz. Eynilər, hər iki tərəf eynidirsə extend eləyir. Biri o-birindən fərqlidirsə, fərqlilər implement eləyir. JPA repositorinin də içinə bir kəlmə atırıq. Hansı entity üzərində işləyəcək? Onun adın və onun primary key'in, yəni ID-sinin tipin veririk bura. Всё. Bunun özünün mənə verdiyi metodlar var. İçinə əlavə olaraq özümdən də bir dənə metod yazmışam. Görürsünüz? Bax, bunun save metodu var. Article repositorunu götürüb obyektin yaradacağım. Eşidirsiniz mənim. Article repositorunu servisdə göstərəcəm. Obyektin yaradacağım. .save metodunun içinə user atan kimi gedib save eləyəcək. .delete metodunun içinə userin ID-sini atıram, gedir həmin useri silir. Nə bilim, başqa metodlar. Cürbəcür metodlar var. İndi onları göstərəcəm. Və özümdən də əlavə metod verə bilirəm. Bir dənə metod verirəm. Deyirəm find article, article-ı tap by user ID. User ID-yə görə get mənə article-ı tap. İçinə də userin ID-sini ötürürəm. Bir dənə query yazıram. Select A from article A. A burada işarələmədi. Article-ı A ilə işarələmişəm və çağırmışam. Və ya A.fk user ID bərabərdir bura ötürdüyüm user ID-yə. Görürsünüz, yəni budur. Bu da A-nın içindəki orada oturandır. Yəni A obyektidir. Belə deyim. İndi gələm servisimin içinə. Bir dənə article servisi qurmuşam. Article servisimin içində bu metodlar var. Və article service imple'da da bunları necə deyim, implement eləyib realizə eləyirəm. Gəlin, görün necə eləyirəm. Burada inject eləmişəm mapper-ı və repositorini əlbəttə ki. Gələm aşağıda, görürsünüz, get all by user ID.
Yəni söhbət məqalələrin article servicdəyikdə nəticə olaraq. Məqalələrin get olundan gedir, bütün məqalələri gətir user ID-yə görə. Yəni mənə gedib Medium-dakı bütün məqalələrimi gətirir. Mənə gedir Fəxrinin ID-sinə görə Fəxrinin yazmış olduğu bütün məqalələri gətirir. Atıram, əgər Fəxrinin ID-sini vermişəmsə. Və bunu necə eləyirik? Gedirik find article-ı list tipində bir dənə find article tapılmış məqalələr listi elan edirik. Bərabər olur repository.find article by user ID. İçinə bura ötürülən user ID-ni verirəm. Gedir axı list tipində məlumat qaytarırdı. Qayıdan məlumatı babında buna set eləyir. Buna set eləyir. Find article deyirəm əgər boşdursa bir dənə exception atır. Yəni userin məqaləsi yoxdursa yazır ki article not found da, yəni yoxdur. Əks halda return eləyirəm, find article strimə salıram. C buradakı find article-ın içindəki hər bir məqalə bir dənə C-dir. C.get status əgər aktivdirsə map eləyirəm, mapper'ın içinə mapper'ın to.dto metodunu çağırıram, C-ni onun içinə atıram. Yəni bu yazılış o deməkdir. Və onu list edib geri qaytarıram. Yaxşı, da bir qıratlarım. Nədir, sən iki qıratlarım. Yine bir qıratlar. Su yerə qalır, yerləndirir. Yerə attılar, nədir? Yerə su attılar, yerə Ay Cəsko. Ədi bəsdir, nə mən bu səs açım ya yox. Hə uşaqlar, buradasınız. Üzr hesab edin, problemlər gəlir, tapır adam. Nəysə. Deməli, siz indi bildiniz burada repository nə işdir? Məsələn üçün, repository'nin standart bir metodunu göstərim də sizə. Standart burada nə metodundan istifadə eləmişik? Find by ID. Find by ID.
Buydu. Ha, buydu. Məsələn, bu metodu mən yazmamışam. Bax, bu repository. Article repository'nin obyektidir. Article repository'nin obyektidir və mən article repository'nin içində belə bir find by id şeyin yazmamışam. Bu bunun öz metodudur. İçinə id-ni ötürürsən bir kəlmə. Yəni get by id-dir də, frontdan sənə bir dənə id gələcək, bu metodun içinə düşəcək. Sən də onu ötürəsən repository'nin find by id-sinə həmin id-də olan məqaləni, yəni güncəl klası artıq hansı klasın üstündə yazırsan, hansı entitinin üstündə yazırsansa bu proyekti, onu gətirir, mənimsədir buna. Və .oresolve exception-ı atırsan, əgər yoxdursa nə bilim nə. Sonra if article-ın get statusu aktivdən fərqlidirsə exception at, yəni aktiv deyilsə exception at. Çünki məqaləni siləndə mən gedib database-dən silmirəm də. Onun statusunu dəyişib deaktiv edirəm. Çünki database-dən birbaşa məlumat silmək, delete istifadə etmək düzgün deyil. Məsələn, create. Article request göndərir sənə bir dənə. Article request göndərir front. Yəni burada da təbii ki, istifadəçinin yazdığı article name, article-nın body hissəsi, yazılma tarixi avtomatik düşür, şəkil qoyduğu şəklin URL-i gəlir, bir də user-nin ID-si hansı user tərəfindən yazılıbsa o gəlir. O gəlir və mən bu DTO gələn zaman mapper-ın içində də götürürəm mapping target-lə onu mapləyirəm də, yəni gələn to DTO-nu çevirirəm to entity-yə. Article request-dir, bu mapstruct-ın bu metodu ilə çevirirəm entity-yə, yəni article-a. Rahatsa. Sonra gəlirəm create-ə. Bax, create-in içində burada DTO. DTO-nu atandan sonra bu hadisələr baş verdi və repository'nin save metodu var. Day gedib save üçün query, nə bilim connection qurum, prepare statement-in obyektin yaradıb içinə query, create-in query-sini yazım. Nə bilim repository ilə result set ilə məlumatları ötürüm eləyim. Da belə şeylər yoxdur. Bir kəlmə repository.save yazırsınız. Mapper-ın içindəki to entity-yə də bu DTO-nu atırsınız. Yəni məhz bu hissə bir dənə article qaytarır sizə, article entity-si. Çünki bu entity-ni götürür axı bu repository. Və onu gedir database-də rahatca save eləyir. Çox rahat. Məsəl üçün update by id. Bir dənə article request göndərir, DTO obyekti. Bir də id göndərir, hansı user-ə aiddirsə. Repository'nin find by id-si ilə gedib həmin məqaləni tapırsan. Update article-a mənimsətmişik və repository'nin save-inə bu update article from DTO metodunu. DTO-nu da atıram, update article-ı da atıram, gedir özü avtomatik şey eləyir. Çevrilmələri həyata keçirir. Yəni mapstruct-ın, mapper-ın bu metodu bir dənə sənə article qaytaracaq. Gələn güncəllənmiş bu DTO-nun hesabına buradan bir dənə article entity çıxır. Bu save-in içində olduğuna görə avtomatik gedir öz-özünə save edir. Delete-də də əslində repository.delete delete'in içinə id-ni ötsəm, gedib database-dən həmin məqaləni siləcək. Amma mən bu proyektdə silmə işini aparmadım. Dediyim kimi, database-dən nəyisə silmək, database adminlərinin işidir, database-ə baxan PLSQL proqramçıların işidir. Ona görə mən sadəcə statusu default olaraq aktiv vermişdim. Silinməsi lazım olan məqalənin ID-sini yollayıb həmin ID-yə əsasən gedib məqaləni tapmışam. Və tapılan məqalənin də set statusu var axı. Bu özü də bir article tipində bir obyektdir. Bunun da set statusuna göndərəm delete et, yəni silindi. Bu belə bir obyekt yarandı və bunu repository save ilə save eləyirəm, gedir database-də həmin o güncəllənmiş olur. Və database ilə connection-ı da burada yəni nəyin hesabına qurur, nəyin application properties-in hesabına. Application properties-in içində layihənin adı var, nə bilim istifadə texnologiyası Hibernate-dir. Bu update ilə create məsələsi create olanda gedir, silir, təzədən yaradır. Hər dəfə run eləyəndə database-dəki cədvəlləri update olanda
database-də istədikləri silmir, mövcud məlumatlar gedib dəyişir. Bu heç update saxlayırıq. Nə bilim, bunu true verdik. Bir də ki, Postgres istifadə edilir. Lokal hostumda 5432 portundadır və onun içindəki portfolio database-indədir. Username-im Postgres-də Postgres-dir. O vaxtı kodumda 1-2-3-4-üydü. Yəni belə. Bunun hesabına Hibernate bir kəlmə gedir repository ilə database üzərində əlaqəni qurur və tam hakimiyyəti sizə cəmi demək olar boş bir klassla da verir. Yəni kifayət qədər dolu metodlar var. İstədiyiniz təqdirdə bax belə metodlar yazırsınız. Bunu rahat başa düşdünüz dediklərimi? Bəli, müəllim. Yəni repositoryda bundan ibarət. Controller hissəsi də yenə də yəni qorxunc bir şey yoxdur. Eyni şeydir. Niyə eyni şeydir? Baxın, servisdə daha öncə JDBC vasitəsilə zülm çəkib əlaqə qurub servisdə handle eləyirdiniz. Gəlirdi datalar. İndi böyük bir rahatçılıqla repository üzərindən servisə gəlir, datalar servisdən gedir və həmin o servisin metodlarında çox böyük bir rahatçılıqla əvvəlki qayda ilə necə eləyirdinizsə çıxardasınız kontrollerə. Mən də get all by user ID-ni buradan bu nədir? Get all by user ID metodunu gətirmişəm, linkin vermişəm. Eyni qaydada get by ID-ni çağırmışam. Linkdən ID-ni ötürürəm bunun içinə. Onu da ötürürəm servisin get by ID metoduna. Yəni burada qısaca servis adı, article servisə servis adını qoyuram da. Yəni ad üstündə, yəni article-ın package-indədirsə deməli article servisindən söhbət gedir. Eyni qaydada hamısını çağırırsınız. Vəsə, yəni bu qədər sadə. Sadəcə iş hissəsi qalır da. İndi məndə məsələn bu proyektdə bunun exception hissəsini qlobala çıxartmışam bir hissəsi. Nə bilim, biraz fərqliliklər var. Sadəcə olaraq məsələn eyni qaydada bundan 10 dənə var. Connection-ı var, experience-ı var, hobby-si var, image-i var, project-i var. Hər biri eyni qaydada security hissəsində yazılıb. Servis, burada servis istifadəçinin göstərdiyi xidmətlərdir, bildiyiniz servisdir. Bunun özünün də kontrolləri, DTOS, entity servisi, hər şey var. User-də həmçinin. Yəni bu qaydada yazılmış, necə deyim, proyektlər toplusudur. Amma yəni təməl daşı bu dediklərindən ibarətdir GPA-nın. İşinizi rahatlaşdırır, öyrənmək sizə böyük üstünlük verəcək. Proyekt yazanda əlinizi çox rahatlaşdıracaq. Belə. Yazdığınız proyekti buna optimallaşdırsanız, JDBC-ni unutsaz. Unutsaz deyəndə, yəni proyektlərdə yazmağı unutsaz. Belə JDBC-ni unutsaz, GPA-nın da arxada nə iş gördüyünü bilməyəsiniz. Sizin üçün yaxşı olacaq. Başqa sualı olan var mənim. Burada bu mənə çatmadı. Bunu mənə göstərin. Bax, hazır proyektdir. Bunu özümüz üçün yazmışıq. Bunun Turanbankın adı nədir? Turanbankın intervyusunda inanmadılar mən yazmışam. Amma hər bir sətr mən yazmışam. Sualı olan var? Elvin gəlib gedib. Həmişəki kimi baxır nə var, nə yox. Təşəkkürlər. Ramil. Yoxdur müəllim, sağ ol. Ona görə açmadım. Bildim. Asif, səndə sual ya adı nədir? Kitabla məşğul oldun, nədir? Kitabla məşğul oldum. Gözəl bir biabırçılıq elədim, heç bir şey. Nədir? Elə bil ki, yazdığım kodların başlıqları qalmışdı. Güya düzəltmək istədim, qalanları da sildim. Yaxşı eləmişsən, güya nə idi ki? Yəni o kodlar o uşaqlarda var da onsuz. Gəlin indi sizə başqa şey göstərəcəm. İndi o proyektləri public eləyərsən, Ramil məsəl üçün public eləyər yazdığı proyekti, sən onu klonlayarsan.
Sizə elə yerindəcə. Yox, bilirsiniz nəyə görə? Bir də əlavə belə to-do list, animasiyalı kalkulyator zad da yazmışdım. Belə yarlamışdım ikisini də, onlar da getdi. Hayır. İndi, yəni kitabı yəqin ki, böyük həvəslə öyrənəsiniz. Uşaqlar, sizə bir şey deyim. Heç kim sizə deməyəcək ki, bəs Asif, sən kitabın içərisində gedib proyekti kitaba vura bilirsən avtomatik. Bunu heç kim sizdən soruşmayacaq. Sizdən git komandlarını soruşacaqlar. Bax, bu komandları. Sadə olan bunlardır. Bununla həm GitLab-da işləyə bilərsiniz, həm də ki, GitHub-da. Bax, git clone deyirsiniz, gəlib bu terminalda. Bura yapışdırasınız da elə bil ki. Komanda, enter basan kimi də işləyir. Sizə şey də göndərəcəm, playlist də göndərəcəm, müəllimin playlistini. Ondan əlavə git ilə bağlı bunu da lap ataram. Məsələn, git clone deyirsən və tutaq ki də gedirsən Asifin repositorisindəki həmin o proyektin linkini buraya yapışdırırsan. İndi burada GitLab-da sizdə GitHub olacaq. Yapışdırırsan, bunu işlədirsən, klonluyur. Məsəl üçün, sprintlər var da, bu checkout hissəsini siz hələ istifadə eləməyəsiniz. Git pull origin... Klonlayıb aratır. Klonlayıb sənin gəlir lokal repositorinə atır. Git pull origin master deyəsən, sən bu başqa branchdır. Bu elə bir Sərxanında mən öz branchıma keçirmişəm. Checkout-dan zaten istifadə edirəm. Sən yazırsan git pull origin master. O proyektdə olan nə qədər kod var sənin kompüterə gəlib oturacaq. Bu git branch, git merge hissələri sizə aid deyil. Yazdığın kodları da add eləmək üçün, GitHub-a vurmaq üçün git add, ara qoyub, nöqtə qoyursan, enter basırsan, add olması fayllar hamısı çıxır. Sonra git command -m, bir də mesaj yazsan. Məsəl üçün, kalkulyatora, nə bilim, animasiya əlavə etdim. Və adını yazsan da, nə mesaj istəyirsən yazsan. Git commit yazıb enter vurursan, biraz işləyir. Git push origin master yazsan, siz indi master branch işlədəsiniz də, yəni başqa branchlardan işləmirsiniz hələ ki. Git push origin master deyəsən, enter vuran kimi proyektin gedib hazır oturacaq şeyə. Gedib proyektin oturacaq adı nədir? Öz kitab hesabı var. Ondan əlavə də gəlib burada version kontrol hissəsində kitabı bağlayarsan. Burada ayarlar məsələsi var. Burada kitabı bağlayarsan adı nədir? IntelliJ-i. Yəni burada VCS yerində bax nələr var burada. Git var. Git-i yükləməlisən kompüterə. Yəqin ki var. Git-i yükləyirsən. Məsəl üçün GitHub hesabım. Kitabı hələ bağlamamışam. GitHub bağlamışam. Görsən fəxrəsən zaten. Adım çıxır. Kitabı da add account deyib bağlaya bilirsən. Girəsən adın kodunu yazırsan. Vəsə. Görün burada nə var. Login via GitHub. Vəsə eləməndə avtomatik authorize olunur. Yəni uzaq başı kodumu istəyir. Görürsünüz, kitabda da var, şəklim də çıxdı. GitLab-da şəklim yoxdur. Kitabda şəklim də çıxdı. Hesabım. Bağlayandan sonra avtomatik orayla işləyəcək. İndi mən sizə o linki də atım elə. Görək burada nəyimiz var. Müəllimin kanalı deyəsən çıxmadı. Müəllim E yazmışsa onun üçün E yazsaz gələcək. İngilis klaviaturası da dəyişməyə ərinirəm də burada. Yeni gəlmişim bu kanalın aylıq izlənməsi 30.000 deyək. Azərbaycanda. Sizin işiniz budur. 6 dənə videosu var.
Salam, bu videoda görəcəyimiz danışacağımız mövzu version control sistemləri ilə əlaqəli olacaq. Version control Biraz araşdırma eləyəsiniz, kitab məncə sizə oturacaq. Belə deyim, bunu bir adım daha verəcək. Bunu buradan offshoot şeylə mən alalım. Kodları əzbər yadda saxlamaq lazımdır, yəni yoxsa yox. Git-in standart 5-6 dənə əmridir. Məsəl üçün, mən buradakı əmrlərin hamısı sizə lazım deyil, amma mən işimi görmək üçün bunlar mənə bəs eləyir. Yox, yəni intervyuda zətdə kodları əzbər soruşacaqlar bizdən. İntervyuda olur ki, soruşurlar. Bənövşədən AI Lab'ın təzərəsi imtahanında soruşublar. Onu deyim sizə, onu deyim. Buna nə gəlmiş deyirəm. Deməli, bunu mən necə paylaşım sizinlə? Kəsmə saxlayın, xəbər verin, paylaşım. Burada gəlin, mən bunu kopyalayım. WhatsApp-da bunu da atım da. Elə VCS-dən başlayıb həmin şeyə girib baxarsınız. LinkedIn-də yerindəcə atım. Aysa. LinkedIn-də olunan səhvlərə dair önəmli bir videodur. Bunu da LinkedIn profili necə olmamalıdır məsələsini buradan baxarsınız. Bir də LinkedIn barədə görün necə. Burada da buna da baxmalısınız məsləhətim. LinkedIn yazanda nə gəlirsə baxın. Amma gözünüzün qabağında olması baxımından mən girim tarixçəmdə LinkedIn axtarım. Aysa, bu video çox önəmlidir uşaqlar. Ən önəmlisini atıram LinkedIn baxımından. Buna da hökmən baxın. Sonra heç bir şey, bu qədər. Bunlardan istifadə edin, artıq araşdırma qabiliyyətinizdə inkişaf elətdirin. Yəni, artıq bilirsiniz necə, hazırlanmış kartopası ki, necə yüksəkdən uçurumdan atanda öz üstünə yığa-yığa gedir. Bu dəqiqə siz yəni xodlanmalısınız. Yavaş-yavaş xodlanmalısınız, medium aktiv istifadə eləməlisiniz. LinkedIn üzərində biraz müşahidələr aparın, görün kim məqaləni necə paylaşır. Məqalələrinizi paylaşın LinkedIn-də, bir paylaşım mətni. Məsələn, elə mən öz hesabımdan göstərim. AI-dan istifadə edin, amma tam bilinməsin də, öz sözlərinizi də əlavə edin, AI-dan istifadə elədiyiniz. Çünki AI-in mətni o dəqiqə hiss olunur yəni. Deyəsən, bax, məsəl üçün, mən burada threadlər haqqında belə bir məqalə yazmışdım. Məqalənin başlığını bu formada qoymuşam. Görürsünüz, bax. Məqalənin linki də buradadır. Basırsınız, girin mətn. İndi videonu saxlayıb o mətni də oxuyarsınız. Bunu da yavaş-yavaş aramla oxuya bilərsiniz. LinkedIn-də takibata bunlara baxa bilərsiniz. Medium-da. Medium-un şeyini də əlavə eləyə bilərsiniz. Proqramı yükləmənizi məsləhət görürəm. Takib elədiyiniz adamların məqaləsini görəsiniz. Müəllimimizin çox gözəl məqalələri var. Məsələn, dizayn patternlər gələcəkdə sizə lazım olacaq. Dizayn patternləri qəşəng izah eləyib. Günay müəllim. Belə yazmışam. Və bunu mənim yazdığım ən yaxşı məqalələrdən biridir. Öz sözlərimdən qəşəng etmişəm. Yəni, spesifik bir yanaşma. Bu məqaləni, uşaqlar, eşitirsiniz mənə. Mən kim narahat edir? Bu məqaləni, baxın, 3085 nəfər görüb, görürsünüz?
Məsələ bəyənilərində deyil. Və bu 3085 nəfərə mənim məqaləm çıxıb, bunun 1532-si gedib məqaləmə erişib. Yəni gedib LinkedIn-ə girib, Medium-a girib. Və Bakıda yaşayan 64%, giriş düzeyində 51% insan var, yazılım gəlişdirmədən 41%, məsəl üçün tümünə görə basıram. Şirkətlər, 11-50 arası işçisi olan şirkətlərdə çalışan şəxslər 16.6% təşkil edir izləyənlərin arasında. 1000 ilə 5000 arasında işçisi olan şirkətlərdə çalışan əməkdaşlar 15% görüb mənim şeyimi. Adı nədir? Bu məqaləmi. 3000-in 15%-i də elə 1000-in 15%-i 150-dirsə 450 nəfər eləyir yəni. Yazılım mühəndisi 16% təşkil edir, sunucu gəlişdirici 9 nəfər, nə bilim Android gəlişdirici, İstanbuldan, nə bilim Ankaradan Sumqayıtı görənlər, nə bilim şirkətlər, Kapital Bankda işləyənlər 4%. 4% bilirsiniz nə demək? 1000-inki 40-dır, 3000-də 120 nəfər. Kapitaldan 120 nəfər adam görüb bunu. Görürsünüz? ABB-dən elə 36 nəfər eləyir bu. 3-ə vuranda da bu da elə 110 nəfər zad eləyir. Azərseldən, Unibankdan, Cybernetdən. Bu bir məqalənin gətirdiyi avantajdır. Bir məqalənin gətirdiyi avantajdır. Yəni məqalə yazmağı elə belə LinkedIn paylaşımı eləməyə elə belə baxmayın. Bunlar dırnaqarası şeylər deyil. Populyarlığınızı, məşhurluğunuzu zirvədə saxlamalısınız ki, intervyu dəvət alasınız. LinkedIn profilinizdə tam olmalıdır, şəkliniz düzgün olmalıdır. İşim var. LinkedIn-də yazılan hər sətir məlumat çox önəm daşıyır. Çünki sizin CV-ninizə girən, baxan HR birinci sizin LinkedIn profilinizə gedəcək və CV-nin də içində profilin linki olsun. Çünki müəllim həmişə bizə deyirdi, HR-ın vaxtı yoxdur, getsin şey eləsin. Mənim məsəl üçün LinkedIn profilim burada. Onun vaxtı yoxdur, bu profilimin adını getsin LinkedIn-də yazsın, axtarsın. Üstünə vuranda girməlidir. Bax bu qaydada. Bildiniz? Heç bir şey, uşaqlar, sualınız yoxdursa rekordu dayandırıram.